Keçən hissədə nas anlayışını, yəni heç bir ehtimala yer qoymayan qəti və aydın dəlilləri çox gözəl aydınlaşdırdıq. Bəli, fərqli təvillərə qapalı olan ən möhkəm söz. Məntiq də onu deyirdi ki, əgər bir məsələ dində çox həlledicidirsə, o mütləq nas olmalıdır. Və bunu sübut etmək üçün elə Quranın özünə, imanın təməl şərtlərinə baxmaq kifayətdir. Sünnət əhlinin nəzərində imanın bütün şərtləri ayələrdə ən möhkəm nas olaraq gəlib. Nisa surəsi 136-cı ayəni xatırlayaq. Allaha, mələklərinə, kitablarına, peyğəmbərlərinə və axirət gününə iman gətirin. Həmçinin Bəqərə surəsi 177-ci ayə. Orada da eyni ardıcıllıqla imanın rükünləri sadalanır. Qədərə iman isə Hədid surəsinin 22-ci ayəsində çox net ifadə edilib. Yəni Allah bir insanın imanının səhih olması üçün nələrə inanmalı olduğunu şübhəyə yer qoymadan bəyan edir. Ay sağ ol, amma indi gəl görək bayaqdan bəhs etdiyimiz qəbul etməyənin cəhənnəmdə əbədi yanacağı iddia edilən o böyük imamət əqidəsi Quranda necə keçir? Heç bir yerdə, yəni konkret şəxs olmasa belə, ümumi bir imamətə inanmaq şərtdir deyə bir ayə də yoxdur. Heç bir ümumi şəkildə, nə də müəyyən bir şəxs olaraq. Quranda peyğəmbərlikdən üstün və ya ona bərabər tutulan belə bir etiqad məqamından, imamlara, vasillərə inanmağın fərz olmasından qətiyyən bəhs edilmir. Amma bir dəqiqə, axı Quranda İsra surəsində həqiqətən bu Quran ən doğru yola yönəldir deyə bir ayə var. Hətta sünnət əhlinin alimi Əbdürrəhman Əs-Sədi özünün Təysirül Kərim Ər-Rəhman təfsir kitabının 454-cü səhifəsində bu ayəni çox məntiqli izah edir. Deyir ki, Quran əqidə, əməl və əxlaqda ən adil və ən üstün olana yönəldir. Bəli, bu ayənin təbii, yəni zahir mənasıdır. Amma bilirsən, bəzi şiə rəvayətləri bunu necə yozur? Məsələn, Əl-Kuleyni məşhur Əl-Kafi əsərinin 1-ci cildi 216-cı səhifəsində rəvayət edir ki, güya İmam Cəfər Əs-Sadiq bu ayəni Quran imama yönəldir şəklində təfsir edib. Ən doğru yola yönəldir ifadəsindən imama yönəldir mənası çıxarmaq, bayaq dediyimiz nas hara, bu cür uzaq və gizlin təhvil hara? Əgər imamət dinin əsasıdırsa və Quran bizi ona yönəldirsə, niyə bunu açıq və aşkar ərəb dili ilə demir? Bax, o cavabsız sual elə budur. Və sən demə bu boşluğu hiss edən bəzi alimlər, xüsusən Şeyx Əl-Mufid, çox qəribə və təəccüblü bir müdafiə xətti qurublar. Quranda açıq yox, amma bilirsiniz harda var idi deyərək ortaya atdıqları o iddianı və Tövrat müqayisəsini növbəti hissəmizdə dinləyəcəyik.